Salam, sizin verdiyiniz qazla yeməm. Bu sefer biraz özümü çeki düzen vermişim. Saçımı falan vurmuşam. Adama oxşuyum, amma deyən tərsinə olub. Oturub dünəndən ancaq videolara baxıram ki, görüm insanlar neçə saatlıq videolar, vloglar çəkirlər. Mən bir gün bir dəqiqə sıxışdırdığıma görə fikirləşdim ki, yəni az, həqiqətən. Bu arada həqiqətən dedik ki, onu oradan götür, amma neyinmək, başqa yerim yox. İnsanlar daha maraqlı videolar çəkirlər və mən də baxıram onlardan ilhamlanıram. Bir də mənə dedilər ki, dünən dost, tanış, hamı, sən nə danışsan da biz sənə qulaq asırıq. Mən də ona görə boş eləyirəm ki, görüm nə qədər qulaq asırsınız. Dünənlər Halloween partisinə getmişdim, onu getməz olardım. Getməyə mən bir daha sübut ki, mən artıq qocalmışam və başım səs götürmür Halloween partisində. 20 dəqiqədən artıq orada dayana bilmədim. Bilmirəm, ya da oradakı qızlar qəşəng görsənirlər deyə çəkə bilmədim. Bilmirəm, qısqandım. Hər qəşəng görsənirlər. Ruhları qorxutmağa, yoldan çıxartmağa gəlmişlər bir. Və dünən paylaşdığım Reels videosuna, daha doğrusu vloga, bir dəqiqə vloga, kənddən nə qədər adam var, nə qədər. Mama mənə demişdi ki, elə ki, sənlə bağlı bu kənddə artıq danışmasınlar. Özü istəyirəm mama, daha çox mənimlə bağlı artıq əslində danışacaqlar. Çünki vay, Namiqin qızı vlog çəkib. Bu kəndi stereotiplərini ziddir. Vecmədə deyil. Həqiq vecmədə deyil. Belə. Bu arada mövzular danışmaq istəyirəm əslində. Prosta ki, biraz hər kəs olduğu kimi drama qaçmasın, nə bilim, bilmirəm. Drama qaçmağını istəmirəm. Əslində hər kəs birinci videosu paylaşanda özünlə bağlı məlumat verir. Amma mən özümlə bağlı niyə məlumat vermədim bilmirəm. Çünki məncə yəni, nə izləyici var ki, onlar hamısı məni tanıyır məncə. Mən əsl bilmirəm. Adımla bağlı bir şeylər danışmaq istəyərdim. Çünki hər kəs mənə lağa qoyur. Gülgəz falan. Göyglə gəz, əsl adımı insanıyam. Amma əslində mənim adımın mənası al qırmızı deməkdir. Al qırmızı. Məsələn, o vaxt ədəbiyyatda oğlanlar sevdiyi qızlara xitaban deyirlərmiş, məsələn, tərif deyəndə deyirlərmiş, indikilərdən fərqli olaraq, Gülgəz yanaqlım. Mən kimsə gəlib Gülgəz yanaqlım deyirsə, bərk gülərəm də, həqiqətən çox fənaz bir şeydir, Gülgəz yanaqlım falan. Sözümü hiss edirəm ki, çox suyun danışıram. Belə şey olar. Mən özüm üçün danışmalıyam. Kiməsə görə yox, özünə gəl. Amma əslində dünəndən bütün problemlər, bütün stresə bəstəymiş kimi. Dünəndən oturub deyirəm ki, görün nə qədər yorum gələcək, görün nə qədər adam like edəcək, nə qədər baxış sayısı gələcək. Belə olmaq istəmirəm. Əslində mən telefonu uzaqlaşmağa çalışırdım. Amma deyən tərsinə oldu. Edit çox vaxt aparır dostlar bu arada. Mən istəyirəm editsiz videolar çəkmək. 1 saat video çəkməyə vaxtım gedirsə, 3 saat video editləməyə vaxtım gedir. Çox vaxt gedir, çox. Həm pulum gedir, həm canım gedir, həm yuxum gedir. Minnət niyə qoysan özün üçün çəkirsən də, yəni. Sən yapamışlar video çək, yox. Amma mən çəkmək istəyirəm. Bundan sonra çəkəcəyim videoda nə barəsində danışıram. Əslində çox istəyirəm, siz mənə tövsiyələr görəsiniz ki, məsəl üçün bu konu haqqında danış. Konu. Bu haqda danış, bu haqda danış. Düzdür, mən o qədər də IQ-su yüksək olan birisi deyiləm, o qədər də məlumatlı birisi deyiləm. Mənə görə mən dünyanın ən cahil insanıyam. Bu tez özümə alçaldığı sözlər deyirəm, amma bunu kimlərsə mənə tərif desin deyə, kimlərsə mənə nəm ayda yox dəyilsən, sən elə deyilsən falan filan deyib özümü ürəkləndirməkdən ötürü demirəm. Amma yəni prosta ki, mən özümə qarşı bu tərz insanım. Belə olanda daha rahat deyirəm. Belə olanda daha yaxşı hiss edirəm özümü. Belə. Yəqin ki, bundan sonraki videolarda hər hansısa bir mövzu haqqında danışıram. Əslində axımda bir dənə mövzu var. Prosta yox, sadəcə olaraq fikirləşirəm hələ ki, görüm o mövzu haqqında danışıram. Çünki uşaqlıqdan bəri o barədə çox pis linçlənirəm. Danışsam məncə daha yaxşı olacaq. Və mən o mövzuda daha çox linçləyən anamdır. İşte sağ olun. Artıq 5 dəqiqədir video çəkirəm.